Bugün biz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində növbəti innovasiya mərkəzimizin açılışını həyata keçirdik. Bu mərkəz universitetlə keçirilən işbirliyi nəticəsində yeni startapların yaranmasında, innovasiya mühitinin və mədəniyyətinin formalaşdırılmasında öz töhfəsini və xidmətlərini bütün ekosistem oyunçuları üçün təqdim edəcəkdir. Digər mərkəzlərimizdə olduğu kimi bu mərkəzimiz də tədbir zalları, görüş otaqları, kompüter laboratoriyası, prototipləşdirmə üçün laboratoriya otağı və müxtəlif iş zonaları ilə təchiz edilmişdir. Biz əminik ki, təsis edilmiş bu mərkəz regionda həm innovasiya mühitinin formalaşmasında, həm də texnoloji sahibkarlığın inkişafına öz töhfələrini verəcəkdir.